gəlin. Sənə bir təklifim var. Təki borclardan canım qutarsın. Nə desəz razı olaram. Qumru, sən burada nə gəzirsən, ha? Aç. Çəkil. Tez ol biraz. Tez. Birinci növbədə sizin axtardığınız Dursun xanı öldürmüşəm. Başa düşmədim. İndi hardasınız? İrəli. Ya indi, ya heç vaxt. Səni lənətə gələsən. Aç dedim. Mən sadəcə əmri yerinə yetirdim. Severə niyə təcavüz eləmək istədin? Sən bir dəfə səhv eləmisən. Yenə də səhv eləmək istəyirsən? Çəkil yolumdan. Çəkil Dayan, dedim. gözlə. Dayan. Məni dayandıra bilməyəcəksən. Toya paltar almaq istəyirdik. Niyə belə toy eləməyə həvəsindəsən? Hə? Əgər mənim haqqımda yaxşı fikirdə olsaydın, sözlərim sənə pis təsir eləməzdi. Bax, Qumru, daha qışqır bağır salmırsan. Sənə söz deməyin mənası yoxdur ona görə. Kim idi o? Ha? Çək əlini. Kimdi dedim sana? Ha, Fərhad? Bacı, buyur çayını. Ümid eləyirəm, yaxşı dəm alıb, hə, gəlin? Bilmirəm. Mən yazıq təzə gəlinəm. Hardan bilim axı? Deməli, dava eləməyi öyrənmisən. Dava eləmək belə olmur, bacı. Mənim yazıq qardaşım. Qızının da dili 5 qarış idi. İndi arvadına da söz çatdırmaq olmur. Bacı, de görün məndən nə istəyirsən? Gələndən dayanmadan söz atırsan. Piyalədə köpük var. Neçə vaxtdan sonra sənə bir işim düşdü, onu da sən rədd elədin. Əgər Qumru məsələsini deyirsənsə, özü istəmədi. Mən nə eləyə bilərdim? Onun kimi oğlan ərə getmədiyi üçün bir gün peşman olacaq. O hələ də şəhərdə küçələri gəzir. Allaha şükür, yaxşı iş tapıb. İndi çox yaxşıdır. Sultana ərə getmək istəyənlərin sayı həddindən artıq çoxdur. Bacı, ondansa keçmiş arvadını evə qaytarın. Uşağı ata-anası ilə yaşasa yaxşı olmaz, hə? Qumru. Sənə yeməklə qəhvə gətirmişəm. Yəqin çox acmısan, hə? Budur. Yeyərsən. Özüm bişirmişəm. Götür. Nuş olsun. İştahlı olasan.
Tez ol, keç içəri. Bura bax, ay qız, mən Cəfər deyiləm. Sakit dayanmayacam. Deyəsən dərsini verib, hə? Sus. Tez ol, çıx buradan. Sən bundan da pisinə layiqsən. Tez ol, gəl. Değme. Özüm. Xala, dayanın. Hər şey yaxşıdır? Xala, qardaşınızın Səvərdən xoşu gəlir. Axı siz niyə aralarına girmək istəyirsiniz? Qoy xoşbəxt olsunlar. Mən qardaşımın yenə bədbəxt olmağını istəmirəm. Görmürsən, yazıq qardaşım əxlaqsızların əlində qalıb. O elə də pis qadına oxşamır, xala. Bura bax, ay qız, yerini bil, sən hələ uşaqsan. Nədir, mənə dərs keçmək istəyirsən? Sadəcə dedim də. Məni bağışla. Yox, bağışlamayacağam. Niyə? Elə bilirsən asanlıqla bağışlayacağam? Deməli belə, hə? Kim zəmanət verir ki, sonra yenə xətrimə dəyməyəcəksən? Özüm. Yaxşı, mağazaya gedəcəyik. Əlbəttə. Mən qapıya baxım. Niyə? Elə bilirsən yenə Yonis gəldi? Bəlkə də. Ay dostum. O bir ləçəri məndən üstün tutmaqla səhv elədin. Mən həmişə qisasımı almağı öyrəşmişəm. Hə, aydındır. Deməli baldızını sevirsən, hə? Bütün həyatını alt-üst eləyəcəm, dostum. Mənim də sənə yazığım gəlir. Hə, bu dəfəki gördüyün iş lap ağ oldu. İndi doğrudan da mənə əsəbləşdirdin. Daha özündən küs. Yaxşıyam, yaxşıyam. Lap yaxşı bacı. Bununla evlənmək istəyirsən? Bax da, salam verməyə də mərifəti çatmır. Bacım, o indi özündə deyil. Baxaq görək bu cür tərəfini saxlamaqla axırı necə olacaq? Bacı, mən sənə qərarımı dedim. Nə istəyirsən elə?
Səndən danışmağın heç bir faydası yoxdur. Gedək. Ay Allah. Sənə məəttəl qalmışam. Evdə qonağım var, amma bir demirsən ki, gedim yanına söhbət eləyim. Həyətdə boş-boşuna gəzirsən. Yoxsa məni görmək istəmirsən, hə? Bacı, bura gəlməkdə məqsədin məndən dalaşmaq idi? Yox, əşi. Mənsurə, bura bax. Əgər rahat yaşamaq istəyirsənsə, qumrunu mənə ver. Bacı, qumru əşya deyil ki. O azad fikirli, böyük qızdır. Hər şeyə görə məni günahlandırma. Qumrunun tərbiyəsini sən vermisən, sən. Belə çıxır ki, biz axmaq olmuşuq da, ata-anamız kimə desə ona dərə getmişik. Zəmanə dəyişib bacı. Zəmanə yox, insanlar dəyişib. Kimdir görəsən? Axı o qərarını artıq verib, yenə niyə gəldik? Siz məni çox utandırırsınız, xala. Mənim bir planım var. O nə plandı elə? Mən buralardan gedəcəm. Ay qız, bil ki, sən mənə borclusan. Bunu heç vaxt unutma. Əgər mən olmasaydım, bəlkə də yırtıcılara yem olacaqdın. Heç bilirsən onda nə vəziyyətə düşərdin? Xala, bütün ömrüm boyu bunu üzümə vuracaqsınız. Hə, ürəyin rahat olsun. Mən bunu ölənə kimi sənin üzünə vuracam. İndi spirtlə tənzif gətirərəm. Yaranı bağlayarsan. Dayan, gözlə. Otur görüm, otur. Lazım deyil. Hər şey yaxşıdır. Mən sapsağlamam. Nə olur olsun. Mən qumrunun razılığını alacağım. Dostum, Ha, məncə bu qız asanlıqla razı olmayacaq. Əslində, bu qədər gözləməyə ehtiyac yoxdur. Başqa yol da var. Çox asan bir yoldur. Həm də maraqlıdır. əla. Onu yatızdırıb, Hey. Camal. Yenə bir kəlmə desən, dilini yerindən qopardaram. Mən qumrunu sevirəm. Eşitirsən məni? Sevirəm, sevirəm. Başa düşdün? Yoxsa yenə təkrar eləyim? təkrar eləmək lazım deyil. Bəsdir, bildim, onu sevirsən, bildim.
Sən gərək bacıma salam verərdin. Keçən dəfə mənə nə dediyini eşitdin. O böyükdür. Sən onu bağışlamalısan. Getməyə yerim yoxdur deyə məni təhqir eləyə bilər? Nə oldu? Yaxşısan? Sənə nə oldu axı? Uşağım tərpəndi. Bəlkə də çox əsəbləşdiyimə görədir. Nə? Bacım hara gedir görəsən? Yəqin yenə nəsə bir şey planlaşdırıb. Sevər, son vaxtlar yaman dəyişmisən. Bacım burada qonaqdır. O kimi tanıya bilər? Cavab ver. Bağışla. Gəldim. Axır bir yolunu tapdınız, hə? Ərimi, ulduzu, Gülsümü, mənə də görüm o yazıqları niyə öldürdünüz? Bütün günahları isə bir yazığın boynuna qoydunuz, hə? Elə bilirsiniz, mən bundan sakitləşib oturacağam? Rəisinə de ki, mən hələ sağam, onu rahat bırakmayacağım. Qabilcan, deyirəm, Zakir biraz tez həbsə düşdü də. Bir yolluq bunu da öldürüb. 4 qətlə görə həbs olunsa yaxşı olardı. Alçaq, əclaf! Qabil, onu buradan rədd elə. Çıxart bayrağı. Əlçək, Qışqırma. Rədd ol, çıx bayrağa. Bırax deyirəm. Çıx dedim. İfritə. Əgər mənə ərə gəlsən, məni sevməyənə qədər sənə yaxınlaşmayacağam. Bəzən qüruru kənara qoyub, ürəyində səsinə qulaq asmaq lazımdır. Hətta sən özün razı olmasan da, səni heç kimə verməyəcəm. Bu sözümü heç vaxt unutma. Sən? Niyə gəlmisən? Manaf bəyin səni niyə göndərib? Danış da. Ay qadın, mən özüm bura gəlmişəm. Həyat ərinin
ölümü ilə sona çatmadı. Hə, de görüm, neçə uşağın var, hə? Sənin nə işin var uşaqlarımla? Cavab ver. Neçə uşağın var? 2. Qalan həyatını o uşaqlarına həsr elə bildin? Sakitcə həyatını yaşa. Yoxsa sonra uşaqlarından da ayrı düşərsən. Nə? Hə, qorxdun, düzdür? Bax belə, bilirsən ki, övlad dərdi çox ağır olur. Sənin ərin özü-özünə quyu qazdı. Bilirsən, vaxtı ilə ərin Manaf bəyin əmri ilə neçə nəfəri o dünyalıq eləyib, hə? Yalandı. Nə yalandı? O bu cür rəzil bir insanla işləyib, əmrlərini yerinə yetirib. Bunu bil, nəticəsini düşün. Bundan sonra uşaqlarını fikirləş. Unutma, Manaf okeandakı balina kimidir. Onu məhv eləmək mümkün deyil. Əksinə, sən özün məhv ola bilərsən. Ona görə də bütün bunları fikirləş, sonra hərəkət elə. Uşaqlarını fikirləş. Məsləhət verirəm. Bundan sonra Manafın işlərinə burnunu soxma. Yoxsa axırı pis olacaq. De görüm necəsən? Salam əleyküm. Əleyküm salam. Hə, bu nədir, nə olub? O sənə neyniyib? Sizin dediklərinizə uydum, qardaşınızdan yumruq yedim. Hə, görürəm. Dərsini yaman verib. Çox gülməlidir. Deyəsən sevinirsiniz, ha? Yox, nəyə sevinim axı? Fərhad hələ buna görə cavab verəcək, görəcəksiniz. Qardaşıma əlini vur, onda görərik nə olur. Neyniyəcəksiniz ki? Əlinizdən nə gəlir? Hə? Türkiyəyə qayıdan kimi sənə yaxşı bir hədiyyə göndərəcəm. Həddən artıq bahalı bir hədiyyə. Mənə bax. Deyirlər ki, soğan olsun, nağd olsun. Mən özüm qadın olmağıma baxmayaraq, həmişə sözümün üstündə dururam. Qardaşıma qarşı da acıqlı olma. Amma həmin o ləçəri tezliklə oradan yox eləməlisən. Yox, tezliklə eləsəm gec olacaq. Elə bu gün nəsə eləməliyəm. Bu gün həvəsə gəlmişəm. Bilmirəm kimdən qisasımı alım. Onda planıma qulaq as. Kimsə var? Baxa bilərsiniz? Nəsə lazımdır? Qapını açın. Mən qapını aça bilmərəm. İndi Cəfəri çağıraram.
Məni çağırdın? Həyətə çıxmaq istəyirəm. Niyə? Cəfər, Başa düşdüm. Gözlə, indi bir dəqiqə, yaxşı? İndi gedə bilərik. dəsmal nəyə lazımdır? Qışqırıq salsan köməyə dəyəcək. Səni sakitləşdirmək üçündür. Başa düşdüm. Yaxşı, gəl. Gedək. Gəlin. Hə bacı? Bax, o küncdən özüm üçün ev tikəcəm. 2 mərtəbəli bir ev tikdirəcəm. Nə deyirsən? Bax, o küncdən. Sən qəsdən mənim əsəblərimə toxunmaq üçün belə eləyirsən? Mən hələ heç nə eləməmişəm. Sadəcə deyirəm. Bura atamın evidir. Mənim də bu evə haqqım çatır. Bəs qardaşın evi Manaf bəyə verəndə hardaydın? Qardaşım evi Manaf bəyə verəndə məndən bir dəfə də olsa məsləhət almışdı. Evimdə idim. Yaxşı, qardaşınla məsləhətləşərsən. Mən qardaşımla məsləhətləşən deyiləm. Dedimsə belə olacaq, belə olacaq. Hə, bir də qardaşıma deyərsən, bu köhnə evləri uçurdub, o da yeni ev tiksin. Bura bax, qonşudan yumurta alıb gətirmisən? Hə, Kartofla gətirmişəm. yumurta bişir. Çox xoşlayıram. Gəl. Qumru, ümid eləmə. Buradan qaça bilməyəcəksən. Hı? Başa düşdün? Yaxşı, özünü ələ al Mənsurə. O bunu qəsdən eləyir, əsəbləşmə. Onsuz da heç nə eləyə bilməyəcək. Qabil buna icazə verməz, o elə adam deyil. Gəlin. Hə, tez ol, yeməyi hazırla. İndi qardaşım harda olsa gəlib çıxar. Ay, bu necə gəlindi, hə? Qızım, gəl Sevər bacına işlərində kömək elə. Bir nəfərdənsə 2 nəfər işi daha tez bitirər, düzdür? Hə, Sevər qızım, sən heç təəccüblənmə. Görürəm ki, onsuz da qardaşımı fikrindən döndərə bilməyəcəm. Neyniyə bilərəm? Mən razıyam. necə çay xoşlayırsınız? Bəlkə sizə qəhvə hazırlayım. Yox, 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 əziyyət çəkmə. Əgər içmək istəsəm, özüm süzüb içərəm.
Siz narahat olmayın. Burada oturub işlərinizi rahatlıqla görün. Yaxşı, onda mən gedim qardaşımla toy məsələsini həll eləyək. Məsləhət görürəm, biraz ehtiyatlı olasan. Mənə elə gəlir o nəsə planlaşdırıb. Pis desək, onda hamı pis olar da. Axır bir-birimizlə dil tapa bildik. Alo, ata. Salam aleyküm. Salam, salam. Hardasan? Tez mənim yanıma gəl. Nə? Başa düşmədi. Ha, yaxşı, yaxşı. Tez ol. İndi gəlirəm. Cemal. 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 Nə deyirsən? Mən tez getməliyəm. Atam çağırır. Mənə bax. Qumrudan göz qulaq ol, yaxşı? Başa düşdün? Vaxtında yeməyini ver. Ac qalmasın. Bəs mən necə? Mənə kim vaxtında yemək verəcək? Verdim də. Deyirəm, yaman ac gözsən ha. Camal. Yaxşı, gedim gəlim yenə verəcəm. Bildin? Yaxşı? Əgər Qumruya nəsə olsa, Sənin sevdiyin qız nəyimə lazımdır? yaxşı. Oldu. Salam aleyküm qonşu. Aleykümselam. Necəsiz? Hə, hardan gəlirsiniz? Dükandan? Hə, dükandan. Eşitdim, Şirin oxumağa gedib. Hə, oxuyur. Əriniz də Manaf bəyə işləyir, düzdür? Evə də az-az gəlib gedir. Hətta bəzən evə heç gəlmir də. Sənin başqa dərdin yoxdur? Mənə maraqlıdır da. Qumru yoxdur. Şirin oxumağa gedib. Əriniz də evə gec-gec gəlir. Qorxmursuz? Bu qədər böyük həyət evində tək yaşamağa qorxmursuz? Hə, qonşu? Yox, mən qorxmuram. Budur, bugün baldızım da gəlib. Bu müvəqqətidir. Bir müddət sonra o da evinə gedəcək. Bircə sən çatmırdın. Bu nədir? Hər şey yaxşıdır, gəlin. Ay kişi, yad qadınla küçənin ortasında danışmağa utanmırsan? Onun nəri var, Yox, əşi. Mən ona söz atmırdım ki. Gəlin, tez ol içəri gir. Gəlin, mən səni içəridə gözləyirəm.
Sənsə küçədə dayanıb yad kişi ilə danışırsan? Ayıbdır, biabırçılıq. Gir içəri. Nə gözünü zilləyib baxırsan? Nə? Rədd ol buradan. Yaxşı. Yaxşı. Tez ol, get dedim. Oldu da. Oy. Bəlkə narahat olmağa səbəb yoxdur. Bəlkə işdən sonra kəndə çıxıb gedib, hə? İnan mənə. Dünən axşam onunla danışanda dedi, ona naməlum nömrədən zəng eləyiblər. Deyiblər ki, işə çağırıram. Deyəsən onu qaçırıblar. Əgər qumrunu qaçırıblarsa, bunu səni çox yaxşı tanıyan adam eləyib. Yoxsa sənin adından zəng eləyərdi? Mən də bunu düşünürəm. Amma yenə də pis fikirlərə düşməyək. Kənddən də xəbər almaq lazımdır. Alo. Yaxşı. Başa düşdüm. Kimdir? Kim idi? Qumrunun kəndinə adam göndərmişdim. Vəziyyəti öyrənmək üçün. Aha. Kəndə getməyib. Bu iş kimə lazım idi axı? Amma qohumlarını narahat eləməyimiz pis oldu. Yox. Mənim adamım onun qohumları ilə görüşməyib. Başqa yolla məlumat toplayıb. Bu qızın kimə pisliyi dəyib axı? Arzu. Təzə xəbər olsa sənə deyəcəm. Onda mən polisə xəbər verəcəm. Yox. Hələ tələsmə. Vəziyyətə baxıb, özüm sənə xəbər eləyəcəm. Yaxşı. Oldu. Gəlin, bayaq çox pis oldum. Ay Allah, qadın da yad kişi ilə küçənin ortasında dayanıb danışar, hə? Biabırçılıqdır. Lazım deyil bacı. Milçəkdən fil düzəltmə. Xahiş eləyirəm. Mən milçəkdən fil düzəltmirəm, Mənsurə. O neçə illik qonşumuzdur. Elə məsələ də bundadır da. Qonşu olmağı lap pis. Bacı, məndə səhv axtarma. Onsuz da səhv tapa bilməyəcəksən. Boş yerə vaxt itirmiş olacaqsan. Mən səndə səhv axtarmıram, ay canım. Bayaqki kimi Allah özü mənə göstərir. Qabil görəsən buna nə deyəcək? Nə qədər ki mənim dediyimi eləməyəcəksən, sənin gününü qara eləyəcəm. Gəlin. Serial Space televiziyasının sifarişi ilə dubləj olunub.